Salam əziz izləyicilər. Bu gün sizlərlə OTK 9-cu sinif buraxılış suallarına baxacağıq. Ayın ikisində keçirilmiş sualların izahları olacaqdır. Bir nömrəli sualımızda katetləri 5-12 nisbətində olan düzbucaqlı üçbucağın perimetri 90-dır. Biz Pifaqor ədədlərini bilirik yəqin ki, 5, 12, 13 bu ədədlər bizim üçün Pifaqor ədədləridir. Biz bunların yanına x dəyişəni əlavə etsək 5x, 12x perimetri 13x bərabərdir 90-a. Toplayanda 20, 30x bərabərdir 90-a. X də bərabərdir 3-ə. X-in yerinə 3 qoysaq, hipotenuzu biz 13x qəbul etdik. 13 vurulsun 3 edəcək 39. B variantı. 32 nömrəli sual. AB hasilini tapın. 2A plus 3B. Deməli, biz alınma belə bir düsturumuz var idi ki, bizə A üstəgəl B verilib, bizdən isə A kvadratı üstəgəl B kvadrat tələb olunur. Bərabər, belə bir köməkçi düsturumuz A plus B mötərizə kvadratı minus 2AB. Bu düsturdan istifadə etməliyik. Yəni, indi tətbiq edirik. 4A kvadrat üstəgəl 9B kvadratının yerinə biz yaza bilərik ki, bu iki hərflinin kvadratıdır. Yəni, 2A kvadratı üstəgəl 3B mötərizə kvadratı bərabərdir 100-ə. Yəni, biz bunun bayaq yazdığım köməkçi düsturdan istifadə edirik. 2A üstəgəl 3B mötərizə kvadratı çıxılsın. Bunların hasilinin ikimizdir. 2 vurulsun 2A vurulsun 3B bərabərdir 100-ə. 2A plus 3B'nin yerində 2A üstəgəl 3B'nin yerində 14 dayanır. Bax, bunun yerinə 14 yazaram. 14-ün kvadratı eləyir 196, çıxılsın. 2-ni 2-yə 4, 3-ə də vuranda 12AB bərabərdir 100-ə. Alıram ki, A vur B nəyə bərabərdir? AB bərabərdir 96 bölünsün 12-yə, yəni 8-ə. C variantı. Gəldik 3-cü, 33 nömrəli sual. Modula bərabərdir. Demək, modulla bağlı 3 dənə qaydamız. A-ya bərabərdir, 0-a bərabərdir, mənfi A-ya bərabərdir. A 0-dan böyük olanda A-nın özünə bərabərdir. A 0-a bərabər olanda 0-a, A 0-dan kiçik olanda isə öz işarəsinin əksinədir. Mənfi ola bilməz. Demək, modula bərabərdir A-dırsa, deməli A ədədi 0-dan böyükdür şərti qoymalıyıq. Modul B bərabərdir mənfi B edirsə, baxın, 3-cü şərtimi ödəmiş olur. Yəni, ikincidə isə B kiçikdir 0-dan, yəni B ədədi mənfidir. Hansı mənfi ola bilməz? Birinciyə baxsan, B ədədin kvadratı, mənfi ədədin kvadratı müsbət, A-nın özü də müsbət. Deməli, 1 mənfi deyil, hər zaman müsbətdir. 1 mənfi ola bilməz. Deməli, birincini götürdük. Sonra, A çıxılsın 2B, B mənfidir. Qarşısındakı mənfi 2-yə də vuranda eləyir üstə gəl. 2 modul B şəklində. A-nın da üstə, müsbət ədədin də üstə müsbət gələndə müsbətləşir, olur müsbət. Üçüncüdə isə mənfi ədəddə, məsələn, B-nin yerinə mənfi 3 qoyun, A-nın yerinə müsbət 2 qoyun. Yerinə qoyanda mənfi 3 çıxılsın, 2 vurulsun 2. Bu da eləyir mi? Mənfi 7. Gördünüzmü? Üçüncüsü isə mənfi verir bizə. Hansılar mənfi ola bilməz sualında isə cavabımız 1 və 2. 1 ilə ikincisi mənfi ədəd ola bilməz. Gəldik 34 nömrəli sual. AB 2 rəqəmli ədədi üçün AB üstü xətt B bölünsün A nisbətini istəyir. AB üstü xəttin yerinə biz yaza bilərək natural ədədlərin mərtəbə vahidlərinə uyğun yazılışı. 10A üzərinə gəlsin B bərabərdir 2A üstəgəl 5B-yə. A-ları bir tərəfə, B-ləri bir tərəfə yıxsam, alaram 8A bərabərdir 4B-yə. 4-ə də böləndə 2A bərabərdir B-yə. Gəlin, indi əvəz etmə aparaq. B bölünsün A-nı istəyir məndən. B-nin yerinə 2A yazacağım. 2A bölünsün A. Bu da eləyir 2. Yəni, doğru cavabımız B variantı. 35 nömrəli sual. OS şüası AOB-nin yarısına bərabərdir. Yəni, tən böləndir. Bu bucaqla bu bucaq bir-birlərinə bərabərdir. OD şüası isə AOC-nin tən böləndir. AOB.
bütövlükdə 140 dərəcədirsə, bax buradan bura qədər 70, buradan bura qədər də bütövlükdə 70 olmalıdır. Tənbölən olduğunu deyirsə əgər bura, bizə 35-35 olaraq böləcəkmi bu bucaqları? Bizə nə istəyir? COD-ni, yəni 35 dərəcə. 36 nömrəli sual. A kub bərabərdir 2, A üstü 6 üstə gəl 6 ifadəsinin qiymətində. A üstü 6-nı biz belə yaza bilərik. A-nın üstü 3, üstü 2, üstə gəl 6. Üstə gəl 6-nın sonrakında keçid elətdirərik. Deməli, o da bərabərdir. A kubu 2-dir, 2-nin də üstünə 2 yazanda eləyir 4. Deməli, A üstü 6-nın yerinə, A üstü 6 üstə gəl 6-nın yerinə. A üstü 6-nın yerinə 4 yazacağım, üstə gəl 6. Bərabərdir ona. Gəldik 37 nömrəli soru. 45% 90 olan ədədir. 45% 90 olan ədədi necə tapacağım? Faizinə görə ədədin tapılmasıdır. Ədədi 100-ə vurub, faiz göstərən ədədə bölmək lazımdır. Yəni 90 ədədini 100-ə vurub, faizə, yəni 45-ə bölmək lazımdır. 90 ilə 45 ixtisar gedər, qalar 2. 2-ni də 100-ə vuranı demək həmin ədəd 200-dür. Bizdə 200 ədədinin 30%-ni istəyir. Yəni 200 vurulsun 30 bölünsün 100. 100 ilə 200 ixtisar gedər, qalar 2 vur 30, yəni 60. A variantı. 38 nömrəli sual. Alfa plus 2 beta plus 3 qamma bucağının dərəcə ölçüsünü tapın. Yəni indi baxaq. 2 paralel düz xəttin 3-cü ilə kəsişməsindən alınan bucaq var. Bura alfadırsa, bax, daxili çarpazlara əsasən, bu hissədə alfadır. Daha doğrusu, daxili çarpaz yox, qarşılıqlı bucaqlara əsasən. Qarşılıqlı bucaqlara əsasən, bura alfadırsa, bura da alfadır. Buradan daxili çarpazları nəzərə alsam, deyə bilərəm, alfa bərabərdir beta. Sonra, bura beta bucağıdırsa, burada beta bucağıdır. Bura betadırsa, onun daxili çarpazı burada betadır. Demək, beta ilə qammanın cəmi də qonşu bucaqlar olduğuna görə 180 olmalıdır. Gəlin, indi nəticələr araşdıraq. Görək bizə nələr təqdim edir. Yazıram. Alfanın yerinə bura beta yazsam. Alaram beta. Üstə gəl 2 beta. Üstə gəl 3 qamma bərabərdir. Burada aldığımı 3 beta üstə gəl 3 qamma. 3 qamma. Bərabər. 3 ortaq vuruq çıxartsam. Beta plus qamma bucağı qalır. Bərabərdir. 3 vurulsun. Beta ilə qammanın cəmini də biz 180 dedik, qonşu bucaqlar olduğuna görə. 3-ü də 180-ə vuranda 540 dərəcə. Növbəti 39 nömrəli sual. İlk əvvəl kəsim məxrəcini hesablayaq. 2 çıxılsın. 2 bölünsün. 2 çıxılsın. Dövr olunmuş kəsir olduğuna görə 9-da 3 şəklində. Bərabərdir. 2 çıxılsın. 2 bölünsün. 2-ni mən yazaram 9-da 18 şəklində. Çıxılsın 9-da 3. Müxtəlif yollar var. Məsələn, 9-dan 3-ü ixtisar da aparıb, ondan sonra da hesablama apara bilərdik. 2 bölünsün. 9-da 15-ə. 9-da 15-ə bölmək, onun tərsinə vurmaq deməkdir. Yəni, 2 çıxılsın, 2 bölünsün. 2 bölünsün, yox. Deməli, 2-ni vuracaq biz 15-də 9-a. Yəni, 2 çıxılsın, vuranda 15 ilə 9-u ixtisar aparım. 5 qalsın burada, burada 3. Vuranda elədi 5-də 6. Ortaq məxrəcim də 5-də 10 olaraq yazsam 2-ni, çıxılsın 5-də 6, eləcək 5-də 4, yəni 0,8. C variantı. 40 nömrəli sual. ABC üçbucağında AD bərabərdir CD-yə. AD bərabərdir CD-yə. O da bərabərdir BD-yə. CBD. CBD bucağı 25 dərəcə olarsa. Bura 25-dir. BAC bucağını istəyir. Burada alfa bərabərdir sual. Gəlin indi baxaq. Əgər bunlar yan tərəflər bir-birlərinə bərabərdirsə, burada 25 dərəcə olacaqmı? 25, 25 elədə 50. Bura 130-dur.
Buna qonşu olmuyor. Burada 50'dir. Bura 50-dirsə və bu tərəflə, baxın bu ikinci xətt çəkdiyim tərəflərlə bir tərəfləri bir-birlərinə bərabər olduğuna görə, ora alfadırsa, burada alfadır. Bərabər yanlı üçbucaq əmələ gətirir. Alaram 2 alfa üstə gəl 50 bərabərdir 180. 2 alfa bərabərdir 130. Alfa bucağı da bərabərdir 65 dərəcə. Deməli, doğru cavabımız 65 dərəcə. 2 dənə müxtəlif bərabər yanlı üçbucaq əmələ gətirir. Onlardan biri bu üçbucaqdır. B, D, C üçbucağı. İkincisi isə A, B, D üçbucağı. Bunları uyğunlaşdırmaq lazımdır ki, bizə bərabər yanlı üçbucaqlar verir. Yəni, oturacağa bitişik bucaqların bərabərliyini əldə etmiş oluruq. Gəldik 41 nömrəli suala. Vuruqları ayırın. Biz qüvvəti ən kiçik olanı mötərizə xaricində çıxardacağıq. Yəni, burada A üstünə N üstə gəl 2-dir. Burada isə A üstünə N-dir. N-i yerinə istənilən qiymətlər qoysaq, bizim üçün ən kiçik qüvvət, məsələn, A üstü 5, A üstü 3 deyəndə, biz oradan ən kiçiyini, yəni A üstü 3-ü mötərizə xaricində çıxarmış oluruq. Yəni, burada da eyni prosesi yerinə yetirək. A üstü N-i çıxardaq mötərizə xaricinə. A üstü N plus 2-ni bölməliyəm A üstü N-ə. Kənar bir yerdən qeyd götürək. A üstü N plus 2 bölünsün A üstü N. Bölmə əməli olanda əsaslar eynidirsə üstlər çıxılırdı, yəni qüvvətlər çıxılırdı. Olacaq N plus 2 minus N. N'lər islah olanda qalır A üstündə 2. Deməli, A üstü 2 çıxılsın. 81 A üstü N-i A üstü N-ə böləndə A üstü N-lər ixtisar gedər, qalar 81. Bərabərdir. A üstü N vurulsun. Biz də bunu bilirik ki, müxtəsər vurma düsturudur. A kvadratı minus B kvadrat düsturuna oxşarlıq verir. A çıx 9, A üstə gəl 9. O da deməli B variantında. Növbəti gəldik 42 nömrəli suala. A-dan B-ni çıxmaq. Baxın, çıxma işarələrini bir dənə tam ifadə edək. Çıxma işarəsi o deməkdir ki, A-da olub B-də olmayanlar, məsələn, A-dan B-ni çıxıramsa, B-dən A-nı çıxanda isə B-də olub A-da olmayanları götürməliyik. Gəlin A-dan B-ni çıxaq. Ortaq olanları silək. Bax, 3 hər ikisində var. 4 hər ikisində var. 5 hər ikisində var. Bunları çıxdım. Zaten istifadə eləməyəcəm. N, A çıx B. A elementində qalan yalnız A-ya daxil olanlar. Yəni, N, A çıx B nəyə bərabər olmuş olur? 2 elementi qaldığına görə 2-yə sayını istəyir bizdən. N, B çıxılsın A isə bərabərdir. 6 və 7, yəni 2 dənə element də burada qalmış olur. Bizdən də bunların cəmini istəyir, bərabərdir 2 plus 2, yəni 4 dənə belə element var. Növbəti gəldik 43 nömrəli suala. A plus B verilibdir, bizə ifadəsinin qiymətini hesablayır. A kvadratı üstə gəl 2AB üstə gəl B kvadrat. Bizə bir müxtəsər verir. A üstə gəl B mötərizə kvadrat üstə gəl 1. A üstə gəl B-nin yerində də deyir 8 dayanıb. Bunun yerinə 8 yazaq. 8-in kvadratı üstə gəl 1. 64 üstə gəl 1, 65. A variantı. Gəldik 44 nömrəli suala. Tənasibindən x-i tapın. Müxtəlif gedişlər var. Amma tənasib dediyinə görə açıq tipli olsa, gedəcəyimiz tək yol bunlar idi. Kənar hədlərin hasili orta hədlərin hasilinə bərabərdir. 9 vurulsun x üstə gəl 2 bərabərdir. 12 vurulsun 4x çıx 5-ə. Vurub açsaq mötərizələri. 9x üstə gəl 18 bərabərdir. 48x çıxılsın 20. X-ları bir tərəfə keçsəm, 9x keçirdirəm digər tərəfə, 20-ni keçirdirəm digər tərəfə. Alıram ki, 48x-dan 9x çıxanda qalarım 39x bərabərdir. 20 ilə 18-i toplayanda 38. X də bərabərdir 39-da, 38 bölünsün 39-da. Bircə saniyə, burada nədə səhvlər getdi ki? Vuranda 20 olaraq yox, üzr istəyirəm. Deməli, vurulmasında 12-ni 5-ə vuranda 60 olaraq. Çıxılsın 60. Alaram ki, 39x bərabərdir. 60 ilə 18-i toplayanda 78, x də bərabərdir 2. X-in yerində deməli 2 dayanır. Gəldik 45 nömrəli sual.
ifadəsinin qiymətini hesablayın. Əsaslarını eyniləşdirmək lazımdır. Yəni bu tipli suallarda ən sadə gedişatlardan biri əsasları eyniləşdirmək. Məsələn 9-u yazaram. 3 üstü 2, onun üstündə 9. Vur olsun. 8-i yazıram. 2 üstü 3, onda üstü 3. 16 üstü 4'ü yazıram. 2 üstü 4, onun üstündə 4. Bölünsün. 32 üstü 4'ü yazıram. 32, 2 üstü 5, üstündə 4. Vur olsun. 27 üstü 6, 3 üstü 3, üstündə 6. Bərabərdir. 3 üstündə üstü qüvvətlər vurulur. 2-ni 9'a vuranda 18. 2 üstündə 3'ü 3'ə vuranda 9. 2 üstündə 4'ü 4'ə vuranda 16. 2 üstündə 5'i 4'ə vuranda 20. 3 üstündə 3'ü 6'ya vuranda 18. Bərabər. Bax 3 üstü 18, 3 üstü 18. Sonra 2 üstü 25 tane eləyir mi yuxarı hissədə? Bu isə bizə 2 üstündə 25 verir. 2 üstü 25 ilə də 2 üstü 20 ixtisar gedib qalar mı? 2 üstündə 5. Üstlər bölünür. Bölmə əlamətinə üstlər çıxılır. 2 üstü 5 də neçədir? 32. Gəldik 46 nömrəli suala. X-in dərəcə ölçüsünü tapın. Bu bizə deməli belə bir düsturumuzu verirdi. Daxilində və uzantılarını çəksəniz avtomatik olaraq o şəkli görmüş olasınız. Daxildə qalan bucaqlarla cəmi xaricdə qalan bucaqların cəminə bərabər olmalıdır. Yəni 70 üstəgəl x-in cəmi bərabər olmalıdır 100-ə. X də bərabərdir 30 dərəcəyə. Yəni bildiyimiz həndəsə əsas anlayışlarında istifadə olunan düsturlardan biri. Bura alfa olsa, bura x olsa, bura beta bucağı olsa, x bərabərdir alfa plus beta. Həndəsə əsas anlayışlarından xüsusi şəkillər üzərində olan düsturlardandır. Gəldik növbəti. 47 nömrəli sual. 0,5-dən böyük, məxrəci 16 olan, ixtisar olunmayan düzgün kəsrlərin cəmini tapın. Yəni 0,5-dən nə deməkdir? 16-da, baxın, 0,5-dən deyəndə məxrəci 16 olan. 16 deyirsə, deməli 16-da 0,5 bunun 8 demək, düzdür, yarı demək, tam ədədin yarısı demək. 16-da 8-dən böyük. Bax, bu 0,5-dən böyük anlayışını dəyişin özünüz üçün. Yəni yarısından böyük olan nəzərdə tutun. 16-da 8-dən böyük olan ixtisar olunmayan düzgün kəsrlərin cəmini tapın. Düzgün kəsrlərin cəmini tapın deyəndə bura daxil olanlar hansılardır? 16-da 9, 16 cüt ədəddir. Ona görə cütlə təki uyğunlaşdırmaq mümkün olan hallardandır. Üstə gəl. 16-da 11. Üzərinə gəlsin 16-da 13. 13 yazdıq. 11, 13 və 15. 16-da 11, bir də 16-da 15. Bunları da toplayanda 16-da 9 ilə 11 topladım 20, bu da 28, 48 eləyir. 48-i də 16-ya böləndə 3 tam. 48 nömrəli sual. 5 ədədinin tərsi ilə əksinin fərqi. 5 ədədinin tərsi 5-də 1, əksi isə -5. Deyir, bu ədədin -5. Bu ədədlərin fərqini tap. 2 mənfi yanaş gəlində olurmu müsbət? 5-də 1, üstə gəl. 2 mənfi yanaş gəldə oldu müsbət. Üstə gəl 5. Bu deyilir 5,2. 5-də 1 onlara 2 deməkdir. Onluq kəsri olaraq. Bu da 5,2. Gəldik 49 nömrəli sual. A bölünsün 3 bərabər B bölünsün 5, A plus B 32 olarsa B çıxar fərqini tap. Deməli, A-nın yerinə əvəz etmə aparsam, A bərabərdir 3K yazıram, B-nin də yerinə 5K yazıram ki, 5-ə böləndə, 3-ə böləndə K-lar qalsın. Gətirək yerinə yazaq. 3K, üstə gəl B-nin də yerinə 5K bərabərdir 32. Alıram 8K bərabərdir 32, K bərabərdir 4. K-nın yerinə 4 qoyanda 3 vur 4, 12, 5 vur 4, 20. Bizdən B çıxarını istəyir, yəni 20 çıxılsın 12 bərabərdir 8. Gəldik 50 nömrəli sual. N plus K kubu vur N çıx P ifadəsini çoxədlisinin dərəcəsini tap. Gələk. Deməli, çoxədlinin dərəcəsini tapanda M-dən çoxədlidir dərəcəsi verilibdir. Dərəcə deyəndə məsələn x üstü 8 nəzərdə tutaq da biz. M-in dərəcəsi 8-dir, yəni x üstü 8 yazırım. Üstə gəl.
K'nın yerində 4 dayanır. Bizdə də K kubudur. Eləyəcəkmi x üstündə demək, baxın. K'nın üstü 4'dür. Onun da üstünə 1 3 deyir nəzərə al. X üstündə 12 verir bizə. Burada da x üstündə 12'dir. Vurulsun. N çıx P mötərizə kvadratına gəlindiyində baxın. N'in yerində x üstü 10 çıxılsın. P'nin də yerində x üstündə 6. Mötərizənin kvadratı. Çoxədlisinin dərəcəsini hesablayın. Şu demək olar ki, sadə bir. Demək, biz bu mötərizə kvadratını nəzərə alsaq, alaram x üstü 8, üstə gəl x üstündə 12, vurulsun. Mötərizə kvadratını tətbiq edəsək, x üstündə 20, çıxılsın. Bunların hasilinin kimisi 2 vur x üstü 10 vur x üstü 6, üstə gəl x üstündə 12. Burada ən böyük qüvvət olaraq çoxədlinin dərəcəsi 20, burada isə ən böyük qüvvət 12'ye bərabərdir. Bizdə çoxədlinin dərəcəsini də biz seçim eləyəndə, seçim götürəndə qüvvəti ən böyük olan götürürdük. Hər bir ayrı-ayrılıqda bir hədlərin ayrı-ayrılıqda qüvvətləri nəzərə alınmalıydı və onlar içərisində ən böyük bizim üçün çoxədlinin dərəcəsini göstərmiş olur. Bir-birinə vuranda x üstündə 12 vur x üstündə 20 eləyirdi x üstündə 32. Bu da ən böyük qüvvət 32 deməkdir. Yəni doğru cavabımız 32. Gəldik növbəti 51 nömrəli sual. Bərabər tərəfli üçbucağın təpə nöqtəsindən medianların kəsmə nöqtəsinə qədər məsafə 6 kök 3 olarsa, bu üçbucağın tərəfini tapın. Sadə bir sualdır, bilir. Demək, əvvəlcə şəklini çəkək. Bərabər tərəfli üçbucağın təpə bucağından qaydaları bilsək, əslində bu sınaqdan böyük bir nəticə göstərmək olur. Bərabər tərəfli üçbucağın təpə nöqtəsindən medianların kəsmə nöqtəsinə gedir. Bax, bura gedir. Məsafə deyir, tən bölənlərini, gəl medianlarını çəkək. Demək, medianları biz bilirik ki, kəsmə nöqtəsində 2'nin 1'ə nisbətində bölünür. Baxın, bura 6 kök 6 3'dür. Onda bunun yarısı, bura olurmu 3 kök altında 3. Medianın bütövlükdə n bərabərdir eləyirmi 9 kök altında 3. Biz də bilirik ki, medianı tapmaq üçün bərabər tərəfli üçbucaqda median, tən bölən, hündürlük hamısı bir-birinə bərabərdir, o da bərabərdir. A kök 3 bölünsün 2. Bunu da mənə veribdir, bərabərdir 9 kök altında 3'ə. Kök 6 3'lər ixtisar geçsə qalar nə? A bərabərdir 18'ə deməli. Bu tərəf 18'ə bərabərdir. Üçbucağın təpə nöqtəsindən medianların kəsmə nöqtəsinə qədər. Məsələ bağlandı demək olar ki. Tamamilə doğrudur. 52 nömrəli sual. Alfa bölünsün beta bölünsün qamma bərabər 5 4 6 olarsa qammanı tapın. Məsələ əslində sadədir. Yəni belə eləyək. Bunun uzantılarını çəksək. Bunun da uzantılarını çəksək. Bizim üçün alfa plus daxilində qalan bucaqları nəzərə almalıyıq. Daxilində qalanlarla xaricində qalanların cəmi isə 360 verməlidir. Yəni 5x üstə gəl 4x üstə gəl 6x bərabərdir 360. Eləyirmi 15x bərabərdir 360. X də bərabərdir 24 dərəcə. Bizdə nə istəyirdi? 24 dərəcədən sonrasında qammanı. Qamma bucağı da biz götürmüşük 6x-da, yəni 6 vurulsun 24 eləyəcək 144 dərəcə. Növbəti 53 nömrəli sual. Düz bucaqlı üçbucağında 90 dərəcədir. BD tən böləndir. CD 8 olarsa AD-nin uzunluğunu tapın. AD. Bura x-dir. Bərabər yanlı düz bucaqlı üçbucaqda. Bax, bura 45 dərəcədirsə, burada 45 olaraq qalacaqmı? Bura x plus 8 isə, bu tərəfdə x plus 8'dir. Deməli, buradan biz Pifagor teoremini tətbiq eləsək, bura x plus 8, burada x plus 8. Olacaq x plus 8 və yaxud da bu üsula heç keçmək mənası yoxdur. Düzbucaqlı bərabər yanlı üçbucaqda belə bir qaydamız var idi. 45-45 olanda. 45, bu da 45 olanda. Bura A idisə, burada A'dır.
Burası isə onun kök altı 2 mislinə bərabər. Yəni AB hipotenuzu olacaq x plus 8 kök altında 2. Tənbirlərin əsas xassəsini gəlin yazaq. X plus 8 kök altı 2-nin x-a nisbəti bərabərdir. X plus 8-in 8-ə nisbəti. Buradan x plus 8-lər x-a gedər. Çarpaz vursam. X bərabərdirmi? 8 kök altında 2. Bizdən nə istəyirdi elə? AD-nin uzunluğunu tapın. Yəni x-i tapmamızı istəyirdi. 8 kök altında 2. Növbəti 54 nömrəli sual. X kubu çıx 64 x çox ədisinin vuruqları ailə. Vuruqlarını ayırsam, x-i çıxarsam ötəzə xaricində qalır. X kvadratı çıx 64. Yəni bu da müxtəsərdir. X çıx 8, bir də x üstə gəl 8. Deməli, x kvadrat çıx 2x çıx 48. X-in kvadratı çıx 2x çıx 48. Çox ədisininki isə b ilə ifadə olunubdur. Bərabərdir. Vuruqlarına baxsaq, vuranda mənfi 48 eləsin, toplayanda mənfi 2 nəzərdə tutsam, vuruqları ayırıram səhiyyəgər. Bu da deməli hansı ədədlərdir? Mənfi 8, bir də müsbət 6. Vuranda mənfi 48 eləyir, toplayanda mənfi 2x-i verilmiş olur. Ortaq olanlarını ortaya yazıram. Yəni, bax, hər ikisində x çıx 8 var. Deməli, ortaya x çıx 8. A-da nə qalır? X vur x plus 8. A-da qalır. B-də isə x çıx 8 yazdığıma görə x üstə gəl 6 qalmış olur. Eləyir, Venn diaqramda qeyd edin. Bu da belə sadə bir sual. Gəldik 55. Boş olmayan A və B çoxluqları üçün NA kəsişmə bölünsün 3 bərabərdir. B-dən A-nı çıxıb 8. NA birləşir B bərabərdir. 48 olarsa. Aha, kəsişməni istəyir bizdə. Yəni, indi baxaq. Deməli, biz daha çox necə üsullarına gedirik? Belə bir üsullar A, X və B şəklində. Bura A-dır, bura isə B-dir. Kəsişmə bölünsün, yəni X bölünsün 3. Orta kəsişmə bizə X-i verir. Bərabər, B-dən A-nı çıxanda yalnız B qalsın, yəni B bölünsün 8-ə. O da bərabərdir A-dan B-ni çıxanda, yəni A-ya. Birləşməsini verib, yəni birləşmə də A plus X plus B. Bərabərdir 48-ə. Yəni, indi əvəz etmə aparaq. X-in yerində dayanacaqmı 3A? 3A-nı 3-ə böləndə eləsin, 3-lər x-a geçsin, A qalsın. B isə 8A-ya bərabərdir. Gətirək burada yerinə yazaq. X-in yerinə yazıram. A üstə gəl, X-in yerinə 3A, üstə gəl B-nin də yerinə 8A. Bərabərdir 48-ə. Alıram 12A bərabərdir 48. A da bərabərdir 4. A-nın yerində 4 isə x 12, B isə 8 vur 4, 32-yə bərabərdir. Bizdən kəsişməsini istəyir. Yəni, x bərabərdir 12. Bu da belə. Növbəti sualımız qalmadı artıq. İzlədiyiniz üçün təşəkkür edirəm. Sınaq olaraq ümumən nisbətən aşağı səviyyəsi alınmışdır. Yəni, burada çətin tipli sual bərabər yanlı düzbucaqlı üçbucağı demək olardı. Bir tək yerdə qalanları isə nisbətən bir də çox hədlinin dərəcəsi ilə bağlı. Kiçik bir toxunuşlar, yəni nisbətən zaman ala biləcək, kiçik zamanlar ala biləcək sual tipləridir. Yəni, ümumən sınaq haqqında fikirlərim demək olar ki, sadə suallardır. Yəni, bunlar üzərində daha çox işləmək lazımdır ki, biz əsas imtahanda daha yüksək nəticə göstərə bilək. İzlədiyiniz üçün təşəkkür edirəm, minnətdaram. Sınağın cavablarını isə sonda belə bir qeyd götürək. Sonda isə sizlər üçün yoxlamanız daha sadə olsun deyə belə bir cavablama kağızı qeyd etdik. Ümid edirəm ki, nəticələriniz daim yüksək olar. İzlədiyiniz üçün təşəkkür edirəm.